Deməli, belə bir sualın izahına baxırıq. Daxil olunmuş natural ədədin faktorialını çıxardan proqramı Python dilinə yazmamızı istəyir. Biz ilk öncə hər hansı bir int dəyişəninə int input sətri yazırıq. Nəyə görə? Çünki bu bizim ədədi almamıza kömək edəcək. Demək, dırnaq içərisində yaza bilərik ki, ədədi daxil edin məsələn. Sonra növbəti. Hər hansı bir s dəyişəni deyəcəm. S dəyişəninə 1 mənimsədəcəm. Və müəyyən bir i dəyişəni deyəcəm. Bu da müqayisə kimi olacaq. I bərabər 1 deyəcəm. Bunu while dövrünə salını istifadə edəcək. Sonra növbəti attığımız while dövrüdür. While dövrünün şərtini yazıram indi. I kiçik bərabər olur n-dən. Nəyə görə? Çünki burada hasil söhbət edir və hasil olduğu təqdirdə əgər i 1-ə bərabərdirsə, o n-dən mütləq kiçikdir, bərabər də olmalıdır ki, n də dövrdə işləyə bilsin. Sonra deməli, burada şərtimizə yazırıq ki, daha doğrusu hesab əməliyyatında yazırıq ki, s bərabərdir, s vurulsun i. Sonra növbəti attığımız i bərabərdir, i plus 1. Hər dəfə i-ni bir-bir artıracağıq və növbəti attığımda print s eləməklə faktorialımızı çap edirik. Gəlin yoxlayaq. Deməli, açılan kimi yoxlayacaq inşallah. Deməli, ədəd daxil edeyim. Məsələn, 5-in faktorialı 120 olduğunu bilirik və ekrana da 120 çıxdığını görürük. Bu qədər, sağ olun.